Şəki Terra Madre Gastronomiya Festivalına ev sahibliyi edib. Yuxarı Baş Milli Tarix Memarlıq Qoruğunun ərazisində keçirilən festival böyük maraqla qarşılanıb. Yeri gəlmişkən Terra Madre İtalyancadan tərcümədə ana vətən deməkdir. Festivalın məqsədi də məhz dayanıqlı qida sistemini, kulinariya ənənələrini və mədəni irsi təşviq etmək olub. Bu yalnız başlanğıcdır. Məqsədimiz 2 il ərzində Azərbaycanda regional Terra Madre tədbirinə ev sahibliyi etməkdir. Bu təşəbbüs qlobal hərəkatın bir hissəsidir. Torinodan tutmuş Amerikaya və Asiya Sakit Okean regionuna qədər uzanır. Təşkilatımız burada şəbəkəsini genişləndirərək biomüxtəlifliyin qorunmasına və agroekologiyanın inkişafına fokuslanacaq. Şəkinin tarixi ənənələri, milli mətbəxindən istifadə edərək ənənələrimizi daha da genişləndirməyə planlayırıq. Şəki bizim Şimal-Qərb marşrutu üzrə, Slofood marşrutu üzrə paytaxtımızdır. Slofood nə deməkdir? Gördüyünüz o işarə qırmızı ilbiz, təmiz, dadlı, ədalətli qidanı tərənnüm edir və biz bugün 30 dənə stendimizlə və 51 fermerimizlə dünyaya, regiona mesaj vermək istəyirik ki, gəlin A-dan Z-ə məhsulları istifadə edək, təbiətə atqı buraxmayaq və bütün tarladan masaya gələn qidanın səyahətində bütün prosedurları dayanıqlı istehsala yönəldək. Azərbaycanın Şəki şəhərinə Gastronomiya Festivalına gəlmişik. Burada gözəl bir mənzərə var. Çox gözəl festival təşkil olunub. Biz də buraya Qırğızstanda yetişdirdiyimiz orqanik meyvə quruları və ət məmulatlarının bir sıra nümunələrini gətirmişik.